Mən hamını təbrik edirəm. Bütün judo ailəsini, judo sevərləri, Azərbaycan xalqımızı təbrik edirəm. Həqiqətən gərgin görüşlər oldu və bu gərgin görüşlərə biz ciddi hazırlaşmışdıq və inanırdıq ki, bu nəticəni doğma vətənimizdə azərkeşlərə bu sevinci yaşatdıracaq. Rəqiblər həqiqətən güclü rəqiblər idi, amma yenə də mən ilk əvvəl söylədiyim kimi öz idmançılarımı daha da güclü sayıram. Sadəcə müəyyən səhvlər olur, onlar rəqiblərə belə deyək də məğlub olmasına səbəb olur. Amma biz uşaqları toparladıq motivasiya ilə və onları dəstəkləyəndən sonra güclü rəqiblərimizi də yenməyə bir səbəb oldu. Dünya çempionatının mükafatçıları, 3 dənə dünya çempionu Özbəkistandan iştirak edirdi. Tacikistan idmançısı, hansı ki dünya mükafatçısıdır. Çox güclü rəqabət vardı Rus idmançılarının içərisində. Yəni bir söz nə desək, sayılıb seçilmiş idmançılar burada idi və biz də onları sözün əsl mənasında onlara qarşı qalib gəldik. Hədəflərimiz odur ki, bu ilin son yarışı idi. 2008-ci təvəllüdlü idmançılar, onlar artıq gənclərə addımlayacaqlar. Onları biz hazırlaşdırmışıq gənclərə. Ümid edirik gənclərdə də onlar öz nəticələrini davam etdirəcəklər və yeniyetmələrin üzərində yenidən işləyəcəyik. Gələn il üçün o yeniyetmələri yenə belə yaxşı nəticələr əldə etmək üçün hazırlaşırıq. Təşkilatçılıq öz doğma vətənimizdə olduğu üçün həmişə olduğu kimi yüksək səviyyədə həm idmançılara, həm bütün gələn qonaqlara qarşı mən ümid edirəm ki, qonaqlarımız da bizim doğma vətəndə keçirən bu gözəl yarışdan razı qalıblar.